Bakıda boşandığı həyat yoldaşının yeni ailə qurduğu şəxsi bıçaqlayan 1981-ci il təvəllüdlü Rövşən Həmidova hökm oxunub. Məlumata görə Yasamal rayon məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 221.3-cü xuliqanlıq, silah və ya silah qismində əşya tətbiq etməklə maddəsi ilə təqsirli bilinib. Araşdırmalar zamanı məlum olub ki, Rövşən bir neçə il əvvəl həyat yoldaşından boşanıb. Onların oğul övladı ata ilə, qız övladı isə ana ilə qalıb. Daha sonra qadın Cəlal adlı şəxslə ailə həyatı qurub və övladı ilə birgə onun yanında yaşayıb. Ötən ilin 14 fevral tarixində isə Rövşən qızını görmək və keçmiş həyat yoldaşı ilə barışmaq niyyəti ilə onların yaşadığı məhəlləyə gedib. Rövşən küçədə Cəlalla qızını görərək ona hücum edib və bıçaqla xəsarət yetirib. Məlum olub ki, həmin vaxt Cəlal ögey qızını hazırlıqdan evə gətirirmiş. Polisin keçirdiyi tədbirlərlə Rövşən tutulub və onun barəsində cinayət işi başlanıb. Məhkəmənin hökmü ilə Rövşən Həmidova 2 il 3 ay həbs cəzası verilib.